Son məzun şagirdlər bugün sizə 6-cı sinif etibar lətifinin testindən buradan test 12-nin izahını verəcəm. Yəni çox olmadan gələn sualların həllinə başlayaq. Yazılıb ki, açılışı verilmiş qubun düzgün yığılmış variantını seçin. Yəni burada bunu tapmaq üçün ən asan yol pozanla. Mən buradan videonu görüntü çəkmirəm deyə sizə tam yaxşı göstərə bilməyəcəm pozanla. Amma başqa bir yol da var. Yəni ən yaxşı yol pozanla da, amma başqa bir videomda qubun açılışını tam izah edəcəm. Yəni başqa bir yolunu sizə göstəreyim. Buradan məsəl üçün bunu belə götürərək, belə götürüb, bunu belə götürməklə seçə bilərsiniz qonşu ədədləri. Bu indi qısa variant deyəcəm sizə. Bu variantdan düzgün variant olacaq A variantı, qol paydan deyilirsə. Buradan o qabaq-qabaq çəkdiyim ədədlər bir-birinin qarşılaşmamalıdır. Məsəl üçün B variantında 0 üstdən bu həmin xətt qonşudur, amma yəni bir-birini biçik çəkdim, amma qarşılaşıbdır. Yəni bu variantdan D variantı olacaq. 2. Yazıb sual şəklinin əvəzinə onun uyğun variantı seçin. Bu tipli sualları tapmağın ən asan yolu nədədir? Bunu qarşı-qarşıya açıq şəkildə qeyd etmək. M-ni K-yə vuram 15. K-nı vururam N-ə 40. Sonra N-i vururam M-ə. Gələcək 24. Buradan indi mən tapıram ədədləri. N məsəl üçün 3 qoysam 8, K-nı 5 qoysam, bunu 5 qoysam mənə 8. Aha, uyğun gəlir. M ədədi olur 3, K ədədi 5 olur. N ədədi də olur 8. Buradan da M üstə gəlsin, K üstə gəlsin N. M tapmışdım. 3, K olur. K olur 5, N də 8. 3 üstə 5 gələm 8, 8 Ben deyir ki, gələm this is a good story'dir. O çox olacaq yaxşı. Orada yaxşı hekayələr var. Yes, you will never pass at the club. Ben burada deyir ki, bəli, biz elə birinci yardımı həmin o yəni klubla bağlı yardımı oradan öyrəndik. We were walking home afternoons when a man fell off his bike on the half of him. Ben burada deyir ki, biz gəzirdik hər axşam, sonra hər axşam deyir onun yəni buradan simetriya yolu tapmalıyam. Burada məsələn burada xətt verir. Ha, buna görə mən -4 verə bölmüşəmsə, bir tam yuxarıdan var. Hə, biz ona kömək etdik orada. Klubda kömək etdik və bunu belə edirəm. Darantım çıxır. Ha, bu mən məntiqi uyğunluq düzgün cavab olacaq D variantında. Keçək sual 5-ə. Qanun uyğunluğu müəyyən edəndə sual şəklinin əvəzinə uyğun variantı seçin qeyd edildi. Baxın, bu tipli suallarda sileyim. Əgər bunu həll edirəmsə mən buradan fikir verin ki, yaxınlaşdırıb göstərəm. Baxın, fikir verin ki, burada ikisini belə belə. Baxın, buradan ortaq olanları çıxdı. Ortaq olmayanları bir-biri ilə cəmləşdirərək bunun həllini göstərdik. Baxın, məsəl üçün buradan görürsünüz, bu iki xətt bunda da var. Bunlar olmur. Baxın, altda bunlar olmur. İndi gəlin biz qısaca baxaq. Buradan baxıram ki, baxın bu xətt yoxdursa, deməli böyründən xətt belə çəkilməməlidir. Burada məsəl üçün çəkilibdir. C çıxır. Bir əliyə tapırıq. Sonra bunun altında məsəl üçün bu var, burada yox, deməli altdan çəkməliyəm. Bu ikisi varsa yuxarısına balaca ağ olmamalıdır. Amma baxın D-də də altda var. Ona görə olacaq B variantı. Keçək sual 6-cı. Açılışı verilmiş qubun düzgün yığılmışını istəyir məndən. Buradan O ilə K, X ilə E 3-dən 5. X ilə E 3-dən 5. Baxıram, baxın, bunlar qonşu üzlər. Qonşu, burada yazdım bu qonşu üzlər. Yəni qonşu deyəndə qarşı-qarşı üzlər bir-birinin heç vaxt, yəni kub üz görüntüsü olanda bir-birinin eyni yerdə ola bilməz. Sonra keçər qonşulara. X ilə məsəl üçün E verilibdir. Baxın, eynidir, ola bilməz. Sonra X ilə E verilibdir, çıxdı, olmaz.
Burada indi ya A olacaq, ya D olacaq. Buradan qarşı-qarşıya olanları tapdıq. Keçməliyik indi qonşulara. Qonşularda taşçı ilə ki, burada qonşular deməli başqa yerdə də qonşu sayılacaq. Tutaq ki 5 ilə indi burada sadəcə belə bir şey var ki, mən burada bir-birinə eyni olan çəkirlər bir-birinin həmin qrupda rastlaşmır da. Yəni onun o bir üzərində qalır. Yəni burada 0 məsələn bir-birinə bitişikdir, amma burada 0 verir. Onsuz da variant olacaq. Tutaq ki K ilə E burada olmalıdır. Burada tutaq ki 5 ilə K ayrıdır, 5 ilə nə bilim E ayrıdır bir-birindən. Olacaq A variantı. 7. Qatlanmış kağızda kəsiklər edilib, fikrət kağızı açın və açılışda müvafiq bir variantı tapın. 7. Qırıq xətlər kağız qatlanmış istiqamətini göstərir. Burada simetrik olaraq tapılır. Yəni simetrik üsula uyğun olaraq. Mən bazarmaq. Buradan məsəl üçün simetrik üsula tapılır. Burada baxın, indi kvadratı bölübdür. Yəni bu kvadrat və bunun arasında boşluq varsa, bu da ortada varsa, deməli bu kvadrat yarımçıq şəkildə olacaq. Bura bitişməyəcək. Yəni baxın, burada bitişməyibdir, amma alda bitişibdir. Mən deyək ki, okay everybody, are you ready to do lots of different things here? Deyir ki, okay, hər şey qaydasındadır hər kəs üçün. Deyir ki, sən bu yeni şey çoxlu və müxtəlif yeni şeylər öyrənmək istəyirsən, öyrənmək hazırsanmı? Yes, we are. Bəli, biz hazırıq. Bu kənardadır, düzdürmü? Bunun kənarındadırsa, deməli, bunun kənarında, burada bunun kənarında olanda burası bitişər. Burada da bu yarımçıq qalır. Düzdürmü? Bəli. Burada onlar C-si bir dənə verib da, amma uyğun gəlmir. Çünki ona D variantı. 8. Qatlanmış kağızda kəsiklər verilib. Fikrən kağıza açın. Kağızasın, fikrən kağızasın və açılışın bu variantı tapın. Qara xətlər kağızın qatlanma istiqamətini göstərir, veribdir. Baxın, buradan bunu əgər qara qatlanmış deyilsə, bundan simetrik üsul öyrənməliyəm. Necə? Baxın, məsəl üçün, burada bu bitişik, baxın, bu belə ola bilər. Burada qatlanmışsa deməli bunun ucunda da bununla eyni olan bir şey olacaq. Burada deyirlər... Mən düz yerə o zaman qeyd eləmişdim. D variantındandır. 9. Düz xət üzərində bir-birindən eyni məsafəli nöqtələr qeyd edilmişdir. Əgər iki nöqtə arasındakı məsafə 4 sm olsa, o nöqtə arasındakı məsafənin neçə olacağını soruşur. Burada indi bu şəkil üstü göstərək. Bir daha yaxşı anlayasınız. Baxın, tutaq ki, düz xət üzərində bir-birinə eyni məsafədə olan nöqtələr qeyd. 2 nöqtə x məsafə, yəni bir dənə məsafə 4 cm-dir. O nöqtə isə 2 nöqtə 1 məsafədədir. Deməli, 10 nöqtə 9 məsafədə olur. Düzdürmü? Burada da bir dənə məsafə 4 cm-dırsa, mən 9 vururam 4-də. 36 cm olacaq C variantı. 240 metr uzunluğunda yolun hər iki kənarına ara məsafələri hər bir-birindən bərabər olmaqla ümumilikdə 4 ədəd elektrik dirəyə basılmışdır. Üst məsafəsi nə qədər olacağını soruşur. Buradan 201 metr uzunluğu. Deməli, burada bir dənə xətt çəkməliyik. Burada deməli, bir uzunluğu 240-dır. Düz xətt üzərində bir yolun iki kənar arasında məsafələrlə eynidirsə, baxın, burada 14 dərəcə çəkməklə ifadə edə bilərsiniz. Yəni bu 1-2 nöqtə bir məsafə təbii edə bilərsiniz. İndi buradan şərtdə deyişir. Green had the customs for the place in his car. Burada yanlışdır. 2 nöqtədən 2 nöqtədən bir məsafə mənə gətirir. Bu yanlışdır. 12 bölürəm 2 6 eləyir. 240-ı bölürəm 6 40 eləyir. Buradan 3 dirək isə 3 dirək dayan nöqtədə duraq. 3 dirək 2 məsafəni ifadə edəcək. 1 məsafə 40 santimdir. Burada deməli 2 məsafə də 40-ı vururam 2-yə 80 santim olacaq. Düzgün variant olur, D variantı. Buradan gördüyünüz kimi testlərin üçün izahı bu qədər.
Gələn videomda test sonucu izahını verəcəm.